Урок 12. Keçdik. Таблица 1. Винительный падеж неодушевленных существительных. Cansızlar təsirlik halda. Neodушевленные cansız, aduşevlenli canlı deməkdir. Bu günləri cansızlar təsirlik halda necə dəyişir ona baxacağıq. Baxın, burada lap birinci sütunda başda yazıb iменительный падеж, ip, yəni iменительный падеж. Əvvəl burada lap kənarda yazıb mужской род, kişi cinsi, женский род, qadın cinsi, средний род, orta cins və aşağıda da yazdı множественное число, cəm hal. Bizə burada nəyi verdi? Kişi cinsində isim verdi. Горячий çay, isti çay, çay kişi cinsində. Вкусный суп, dadlı şorba. Hər ikisi də kişi cinsindədir. Sonra keçdik, onu cümlədə işlətdi. Винительный падежdə oldu bu vaxtı, təsirli halda oldu bu vaxtı həmin isimlər. Adlıq halda isti çay, dadlı sup, təsirli halda я пью горячий çay, mən isti çay içirəm. Я ем вкусный суп, mən dadlı sup yeyirəm. Biz buna bilə sual qoya bilərik. Mən nə yeyirəm, nəyi yeyirəm, nəyi içirəm, nəyi sualını qoya bilərik. Baxın, dəyişmədi. Çay, sup, hər ikisi də dəyişmədi. İsimlər dəyişmədi təsirli halda. Keçdik qadın cinsinə. Вкусная еда, dadlı yemək. Синяя ручка, göy ruçka, qələm. Моя деревня, mənim kəndim. Белая соль, ağ duz. Qadın cinsində də 4 isim, 4-ü də. Cümlədə işlədirik. Я ем вкусную еду, mən dadlı yemək yeyirəm. Я хочу синюю ручку, mən göy ruçka istəyirəm. Я люблю мою деревню, mən mənim kəndimi sevirəm, öz kəndimi sevirəm. Я ем белую соль, mən ağ duz yeyirəm. Burada gördüyünüz kimi təsirli halda işləndi və həmin isimlər dəyişdi. Nəyi yeyirəm, nəyi istəyirəm, nəyi sevirəm. Sonra yenə də я ем белую соль, burada da yenə də mən nəyi yeyirəm. Gördünüz burada еда, ruçka, dеревня, hər biri A'lar uya, ya'lar yuya keçdi. İsimlər dəyişdiyi üçün ondan asılı olan sifət də dəyişdi. Вкусную еду, синюю ручку, мою деревню və белую соль. Məhz znakla bitən sözlər özləri dəyişmirlər. Amma asılı olan sözü mütləq dəyişirlər. Белую соль. Və keçdik orta cinsə. Orta cinsdə красное вино, qırmızı şərab, вкусное мясо, dadlı ət. Yenə cümlədə işlətdik. Я пью красное вино, я ем вкусное мясо. Mən qırmızı şərab içirəm, mən dadlı ət yeyirəm. Nəyi yeyirəm, nəyi içirəm? Nə vino, nə мясо, heç biri dəyişmədi. Keçdik cəm halına. Вкусные супы, хорошие вина, dadlı şorbalar, yaxşı şərablar. Cümlədə işlətdim. Я ем вкусные супы, я пью хорошие вина. Mən dadlı şorbalar yeyirəm, mən yaxşı şərablar içirəm. Hər ikisində də nə sup, nə də vino, heç biri dəyişmədi. Deməli, təsirli halda olarkən ancaq qadın cinsində olan isimlər dəyişir. Belə bir nəticəyə gəlirik. İndi formulaya baxırsınız. Именительный падеж равно винительный падеж. Deməli, həm kişi cinsində çay, sup dəyişmədi, orta cinsdə dəyişmədi, cəmdə dəyişmədi. Onun üçün də burada göstərdi. Adlı hal təsirli hala bərabərdir. Kişi cinsində, orta cinsdə və cəmdə. Amma qadın cinsində a uya keçir, ya yuya keçir, a ya uyuya, ya yuyuya keçdi. Məhz znak özü dəyişmədi. Bayaq dediyimiz kimi asılı olan sözü amma dəyişdi. Keçdik vопросы, 4-cü, sonuncu üstün. Burada yazıbdır, что ты пьешь, какой çay ты пьешь. Əgər bu tip cümlələrə sual qoymaq istəsəm, 2 cür sual qoya bilərəm. Ya deyirəm, nə yeyirsən, ya da necə yemək yeyirsən. Что ты пьешь, sən nə içirsən? Какой çay ты пьешь, sən necə çay içirsən? Deməli, necəliyini, какой ilə, nə olduğunda что ilə soruşa bilərəm. Какой artıq ismin cinsinə görə dəyişir, bilirsiniz, keçmişik bunu. Amma что dəyişən deyil. Məsələn, что ты ешь, qadın cinsinə keçdik. Я ем вкусную еду. Какую еду ты ешь? Burada еда sözünü işlədirəm. İsim işlənir. O ismə də bağlı olduğu üçün sual əvəzliyi ona görə dəyişir. Еда a uya keçdiyi üçün какую еду ешь oldu.
Sol qadın cinsindədir. Qadın cinsində olarkən какую соль ты ешь? Bu qaydada dəyişdi. Sonra orta cinsdə что ты пьешь? Yenə что dəyişmədi. Sən nə içirsən? Какое вино ты пьешь? Sən hansı şərabı içirsən? Yenə vino orta cinsdə olduğu üçün какое oldu. Cəmdə də что ты ешь? Sən nə yeyirsən? Какие супы ты ешь? Necə şorbalar içirsən sən? Burada da yenə supu cəmdə olduğu üçün какие də cəmdə oldu. Keçdik tablitsa 2. Burada есть yemək, pit içmək, покупать almaq deməkdir. Sadəcə olaraq hallandırmanı əzbər öyrənmək lazımdır. Я ем, ты ешь, он ест. Мы едим, вы едите, они едят. Ел, ела, ели. Yeyirəm, yeyirsən, yeyir. Yeyirik, yeyirsiz, yeyirlər. Axırda da yedi, yedilər. Pit feili. Pью, пьешь, пьет. Пьем, пьете, пьют. Pil, pila, pili. Yenə də şəxsə görə içirəm feili dəyişdi. Sonuncu покупаю, alıram. Покупаешь, покупает, покупаем, покупаете, покупают. Покупал, покупала, покупали. Vurğulara diqqət edirik. Vurğular adadır. Keçdik sonuncu tablitsa номер 3. Üçüncü tablitsa. Обратите внимание на предлоги. Predloglara, yəni söz önü olan prefikslərə, söz önü qoşmalara fikir verin. Burada baxırsınız, demişdim ki, hansılar v ilə, hansı məkan adları da na ilə verilir. Bunu bizə irəliləyən dərslərdə verəcəkdir kitab. Bundan sonra yenə də verəcəkdir. Amma siz hissə-hissə keçdikcə bunları əzbər öyrənin. В фирме, в школе, в стране, şirkətdə, məktəbdə, ölkədə, в городе, в деревне, şəhərdə, kənddə, в парке, в магазине, в мире, parkda, mağazada, dünyada. Bunlar hamısı oldu v ilə. Keçdik na ilə. На заводе, на фабрике, на почте. Zavodda, fabrikada, poçta. Bunların üçü də sözlər dəyişmir və yəni Azərbaycan dilində tərcümədə və bu sözlər istisna sözlərdir. Bağlı məkan olsa da na ilə verilibdir. Na работе, на уроке. Bunlar da toplum yerləri olduğu üçün na ilə verildi. Na улице açıq məkan olduğu üçün na ilə verildi. Na рынке, на войне. Rınıq, bazar deməkdir. Yenə də açıq kimi də götürə bilərik bazarı, yaxud da toplum yeri kimi də götürə bilərik. Müharibədə onun kimi toplum yeri olduğu üçün na ilə verildi. Biz də demişdik ki, toplum yerləri, açıq məkanlar na ilə verilir. V ilə isə ancaq bağlı məkanlar verilir. Ancaq bağlı məkanlar na ilə o vaxt verilə bilər ki, həmin məkanlar istisnadır. Bu qədər.